Salam, hörmətli müəllimlər. Biz bugün sizinlə təbiət fənninin tədrisində illüstrasiya təlim metodundan istifadə mövzusuna baxacağıq. Təbiət fənninin tədrisində eksperiment metodunun mahiyyəti dərs prosesində şagirdlərin gözü qarşısında hadisələrin yenidən yaradılması və nümayiş etdirilməsi idi. İllüstrasiya təlim metodunda isə bundan fərqli olaraq hadisələr və proseslərlə bağlı olan daha da cəlbedici təsvirlərdən istifadə edilir. Çünki təbiətdə baş verən hadisələrin bəzisi çox sürətli, başqa biri isə daha ləng baş verir. Belə olan halda mövzu haqqında təsəvvür əldə etmək, onlar arasında əlaqələri başa düşmək, bir sözlə hadisələri göz qarşısında canlandırmaq və gözlənilən təlim nəticəsini reallaşdırmaq üçün təsvirlərdən, illüstrativ materiallardan istifadə edilməsinin əhəmiyyəti çox böyükdür. Deməli, təbiət fənninin tədrisində illüstrativ metod dedikdə təlim nəticəsini reallaşdırmaq, prosesin illüstrativ materialın köməyi ilə nümayişi başa düşülür. Dərs prosesində şagirdlərə yeni biliklər illüstrativ materialla əsaslandırılır və əyaniləşdirilir. İllüstrativ materiallara cədvəllər, müxtəlif şəkil və plakatlar, sxemlər, həcmi modellər, maketlər, kinofraqmentlər və s. daxildir. Tədris prosesini əyaniləşdirmək üçün təcrübələrlə yanaşı, illüstrativ materiallardan da istifadə etməklə şagirdlərin idrak fəaliyyətini maksimum dərəcədə artıraraq təlim nəticəsinin reallaşması üçün əlverişli şərait yaradılır. Dərs prosesində məqsədə nail olmaq üçün internet materiallarından istifadə etmək də böyük səmərə verir. Çünki hal-hazırda internet ən yeni elmi materiallar mənbəyidir. İnternetə çıxış imkanı olduqda onun vasitəsilə şagirdlərin özlərinin araşdırma aparmasına şərait yaratmaq lazımdır. İnternet materiallarının hadisə haqqında şagirdlərə verəcəyi məlumatın dolğun və dəqiq olması üçün onlara mütləq ilk dərslərdə internetlə işləmə təlimatı verilir. Bu, həm vaxt itkisini azaldır, həm də daha səmərəli işləməyə şərait yaradır. Təbiət fənninin tədrisində illüstrasiya təlim metodundan istifadə etmək tək yeni biliklərin əldə edilməsi üçün deyil, həm də biliyin möhkəmləndirilməsi üçün əhəmiyyət kəsb edir. Yekun olaraq deyə bilərik ki, təbiət fənninin tədrisində illüstrasiya təlim metodu dedikdə biz müəllimin və şagirdin şifahi şərhinin illüstrativ materialın nümayişi ilə müşayiət edilməsini başa düşürük. Bu isə fundamental metodlardan biri olub, materialı illüstrativ formada əsaslandırır və əyaniləşdirir. Əsas mahiyyətin anlayışı üçün əlverişli şərait yaradır. Belə bir dərs təsəvvür etmək olmaz ki, o dərsdə illüstrativ metodun bu və ya digər elementlərindən istifadə edilməsin. Şagirdlər qrupla araşdırma apararkən və eyni zamanda müəllim və şagirdlərin yazı taxtasında çəkdiyi şəkillər, sxemlər və istifadə edilən digər cədvəllər illüstrativ metodun ayrılmaz hissəsidir. İllüstrativ təlim metoduna nümunə. Mövzu: təbii ehtiyatlar dedikdə nə başa düşürük? Təlim nəticəsi: təbiətdə mövcud olan təbii ehtiyatları tanıyır. Təbii ehtiyatların istifadə təyinatını bilir. Təlim nəticəsini reallaşdırmaq üçün şagirdlərə təbii ehtiyatlardan istifadəyə aid gündəlik həyatımızdan müxtəlif nümunələr gətirən zaman illüstrativ təlim metodu əvəz olunmazdır. Təlim nəticəsini reallaşdırmaq məqsədi ilə əvvəlcə təbii ehtiyatlar sxem şəklində şagirdlərə izah edilir və onlara necə istifadə edildiyi haqqında məlumat verilir. Nümayiş etdirilən sxemin mərkəzində yer kürəsinin təsviri verilib. Ətrafında təbiətdə mövcud olan və müəyyən hissəsi insanlar tərəfindən istifadə edilən təbii sərvətlər göstərilib. Günəş, torpaq, su, meşə, heyvanlar, neft, kömür və müxtəlif qidaların təsvirlərini yerləşdirib, daha sonra yer kürəsi ilə birləşdirərək ümumi bir sxem alınır. Eyni zamanda şagirdlərə havanın ən vacib təbii ehtiyat olması və hava axını vasitəsilə yaranan küləyin də təbii ehtiyat olduğu çatdırılır. Havada oksigenin olmadığı şəraitdə canlı aləmin
tənəffüs edə bilməyəcəyi isə müəllim tərəfindən xüsusi vurğulanır. Qida məhsullarının da təbiətdən əldə edildiyinə şagirdlərin diqqətini yönəltmək məqsədi ilə araşdırmanın aparılması üçün qruplarla iş yerinə yetirilir. Şagirdlər 2 qrupa bölünür. Qruplara illüstrasiyalar vasitəsilə bitki mənşəli və heyvanlardan əldə edilən qida məhsullarının araşdırılması tapşırılır. Araşdırma zamanı internet səhifələrindən istifadə etməyin yaradıcı effekti çox böyük olur. Lakin internet səhifələrindən istifadə etmək məktəbin imkanlarına uyğun gəldikdə ola bilər. Əgər məktəb şəraiti uyğun deyilsə, belə olan halda təbiət dərsliyində verilən materiala və şagirdlərin həyati bacarıqlarına əsasən araşdırmanı yerinə yetirmək olar. Qrup işi zamanı şagirdlər gündəlik həyatımızda istifadə etdiyimiz bitki mənşəli və heyvanlardan əldə edilən qida məhsullarını təsnifatlandıraraq qruplaşdırırlar. Bu qida məhsullarının təbiətdən necə əldə edildiyini sxemlər, cədvəllər və müxtəlif şəkillər vasitəsilə qruplaşdırırlar. Bu zaman köhnə və yeni biliklərindən istifadə edərək məqsədə nail olmaq, şagirdlərin dərsə marağını artırmaqla yanaşı, əlaqə yaradaraq nəticə çıxarmaq bacarığını da formalaşdırır. Dərs prosesində bu vasitələrdən istifadə etməklə müəllim tədrisin əyaniliyini artırır, öyrənilən proses haqqında onların biliyinə ən yeni informasiyaların daxil olunmasına şərait yaradır. Şagirdlər eyni zamanda internet səhifələrindən topladıkları material vasitəsilə nəinki şəkil və sxemlər ilə araşdırma aparıb tədqiqat etməlidirlər, həm də bitki mənşəli və heyvanlardan əldə edilən qida məhsullarına aid kiçik videolardan kinofilmlər də hazırlaya bilərlər. Əlbəttə ki, bu şagirdlərdə əvvəldən formalaşmış bacarıq olduqda mümkün ola bilər. Nəzərə almaq lazımdır ki, kinofilmlərin dinamikliyi şagirdlərin şuuruna qüvvətli təsir göstərə bilməsi və yüksək bədiiliyi onun emosional və güclü pedaqoji təsirə malik olması illüstrativ metod içərisində xüsusi yer tutur. Dərsin ikinci hissəsində təbii ehtiyatların təsnifatlandırılmasını yenə də illüstrasiya təlim metodundan istifadə etməklə qrup araşdırması vasitəsilə yerinə yetirmək məqsədə uyğundur. Yenə şagirdlər qruplara bölünür. Qruplara təbii ehtiyatların istifadəsinə görə araşdırma tapşırılır. Araşdırmanın nəticəsi illüstrativ material olan sxemlər vasitəsilə təqdim olunan zaman yazı taxtasında təbii ehtiyatların tükənən və tükənməyən olaraq 2 qrupa bölündüyü sxem qrup üzvləri tərəfindən çəkilir. Daha sonra isə digər qrup üzvləri tərəfindən tükənən ehtiyatları bərpa olunanlar və bərpa olunmayanlar kimi bölərək sxem genişləndirilir. Sxem daha da genişləndirilərək təbii ehtiyatlardan enerji mənbəyi kimi istifadə olunduğu nəticəyə gəlmələri üçün şagirdlərə istiqamət verilir. Təlim nəticəsinə gəlmək və sinifdə olan şagirdlərin sonda məzmunu daha yaxşı mənimsəmələri üçün növbəti araşdırmada onlara sərbəstlik verilir. Onlar bu araşdırmanı yerinə yetirmək üçün seçimi özləri edirlər. Kimi qruplarla, kimi cütlərlə və ya fərdi olaraq araşdırma apararaq təbii ehtiyatların necə yarandığını illüstrasiyalar vasitəsilə fikirləşərək ümumiləşdirirlər. Araşdırma zamanı müəllim şagirdləri insanların gündəlik tələbat məhsulları istehsal etmək üçün hansı yanacaqlardan istifadə etdiklərinə, alternativ enerji mənbələrindən istifadəyə istiqamətləndirir ki, onlar məqsəddən uzaqlaşmasınlar. Şəkil və sxemlərin vasitəsilə günəş, külək və su enerjisinin ətraf mühiti çirkləndirmədən əldə olunduğu üçün müasir dövrdə bu enerjiyə tələbatın sürətlə artdığının illüstrasiyalarını hazırlayırlar. Neftin fosil yanacaq olduğunu və ondan hazırlanan gündəlik tələbat mallarının müxtəlif illüstrasiyalar vasitəsilə araşdırılması sərbəst iş olduğundan hər bir şagirdin özünə məxsus intellekti və öyrənmə tərzi üzə çıxır. Bu isə öz növbəsində illüstrasiya metodundan istifadə zamanı şagirdlərin məzmunu hansı səviyyədə anladığını və təlim nəticəsini necə reallaşdırdığını göz önünə çıxardır.
Bu metoddan istifadə zamanı araşdırmanı necə aparmaqları və onların yaradıcı təfəkkürün necə formalaşması müəllim tərəfindən çox asanlıqla dəyərləndirilə bilir. Diqqətinizə görə sağ olun.